biz bir zaman. Bizi qohum eyləyənə canımızda qurban. Yaşayır ömrümüzü şən firavan. Biz mehriban bacanaqlarıq. Yeri gəlsə dostluq həm də yoldaşıq biz. Dar məqamda etibarlı sirdaşıq biz sanki. Hamı sana doğma əziz qardaşıq biz. Biz mehriban bacanaqlarıq. Var ol ay bacanaq. Nə yaxşı ki belə bacanağın oldu mənim. Hər bir işimizdə bir-birinə dayağı. Bir yerdə olanda unudulur hayatın acıları, derdi gəmi. Birdir gördüyümüz hər işimiz, söhbətimiz, hər sözümüz. Mehriban bacanaqlarıq. Salam etsə, nə tərsən qadam? Salam. Nə var dünya? Yox. Çox tam tarixmişdim, gəlmişim. Etsə, sən artıq danışacağım. Yəni, mənim biraz maddi sıxıntım var. Səni deyib gəlmişim. Yəni, bu həsrət dediyim var, qismətdə boş şeylər. Yəni, sən varsansa, mən başqasına ağızlaşmağımın adı da yoxdur. Kişiyə niyə ağız açıram, bu xanım varsa belə. Kəbra biraz sıxıntıları var, qış gəlib. Futbolka ilə şu məktəbə yollayıram, uşaq deyil ki, titriyirəm. Yəni, mən atayam. Bir 200 manat şey eləyərdim. Bir dənə futbolkalardım üst-üstə geyim gedərdi uşaqda. Ayda. Talih bilirsən, dünən 500 manat verib üzümə köynək almışam, pulum yoxdur. Hamısı pulumu verdim. İndi gözləyirəm ki, Teymur müəllim mənə maaş açan verəcək. Səhə ağız açanda həmişə ağzım ağrıyır qadam. Hətta... Petilə. Sırə qədər, Nəxəlsən qadam elə ödür. Nə olur, hə? Heç nə bilir. Teymur müəllim, mən biraz sıxıntım var. Sənin deyib gəlmişəm. Yəni, özün bilirsən ki, istəyədi, həsrətdir, qismətdə bunlar heç nə fartullah. Yəni, burada sənsən. Yəni, kişi niyə arvad ağız açır, hə? Kişi ağız açar. Kişinin borcu olar. Yəni, Kamran məhdədə sıxıntıları var. Yəni, təcrüm var, 200 manat. Varsa 300 də ola bilər. Yəni, minə kimi verə bilərsən. Nə versən şeydir. Qadın qadın. Ata kimi qəlbim sızlayır. Mən də atayam. Rədd ol çıx bayrağa. Rədd ol çıx bayrağa, məndə pul yoxdur. Marks deyib ki, ata olmaq asandır, atalıq eləmək çətin. Öz problemindir, özün də həll elə. Çıx bayrağa. Sənə xahiş edirəm. Təbii, çıx bayrağa, çıx bayrağa. Bəs sizə tay. Ey fani dünya. Bir zamanlar mənə sevgi ilə uzanan əllər. Bir gün məni boğacağını düşünməzdim heç. Hardan biləydim ki, arxasında dağ kimi dayandığım insanlar bir gün gələcək, sinəmə dağ çəkəcək.
Sağ olun. Səxavətli olun. Cərətli olun. Kişi olun. Adam olun. Gözler. Teymur müəllim. Teymur müəllim. Hələ bu adi bir musiqi nömrəsidir. Sabaha bir dənə oryental rəqs hazırlamışam. Vır tahtasını olacaq. Bravo! Hala, gözler. Şimdi gelin gedək, işe başlayaq. Gelin içeri. Her gün böyle başlayırıq işe. Gelin ben. Zülfə. Hayatım, ne pazarlık sahip? Salih pazarlık eləyib. Salih'den çıxmayan iş. Ne yaxşı bunları alıb gətir. Bunlar da muz verib ona. Az nə bilim, kimlənsə 300 manatdan atışıblar, gedib 5 dəqiqə zəqasaldan qoz fındıq vurub gətirsin. O da yolda bilmirəm, gedib maşın dumana düşüb, ya vurub maşını, ya polis alıb pravası, bilmirəm, nəsə edir. Az əsas odur ki, pazarlıq eləyib, Salih pazarlıq eləyib. Arzu, sənin bir xahişin var. Amma sözümü yerə salma, yaxşı? Görün. Niyə malaydır? Hikmət də sənin qardaşın. Deyirəm, özün də deyirsən ki, klinik havuzda başı tükəkirlər. Axır onu bir-iki dənə tükəksinlər də başına nə olar, keçirdi istəmirəm. Qismət bax, hər gün gəlir də klinikamıza. Bax, dünən də gəlmişdi. Axı onun başında tük dayanmır, əkirik var belə. Əyilir düşür. Niyə? Həkim deyir ki, onun başı şorandır, başının dərisi şoran deyir. Bitmir də, tük əkirsən bitmir, az tük yox, nə əkirsən ək tutmayacaq. Şorandır. Yaxşı, bəs neyini? Mən istəyirəm onun belə qəşəng uzun saçları olsun axı. Nə bilim, həkim deyir, bəlkə 1-2 sloy peyin vuraq, ondan sonra düzələr. Bir də deyir, yolan pis olub. Əlin qurusun, gərək yoxlayıb quruşamasın. Neyini matistləndirir də məni? Uşaqlar hanı? Uşaqları qoydum məktəbə, getdim gör bazarlıq elədim, gəldim, gəlib görürəm, Salih bazarlıq eləyir. Baxın, içmək var. Əlim qurusun biraz. Əlim qursun. Arzu, uşaqlar hanı səsini eşitmirəm. Məktəbdə harda olacaqlar? Mama, yaxşı yadıma düşdü. Nə oldu? Bugün bizim klinikanın baş həkimi gələcək. Qızına toy eləyir, sizi toya çağırmaq istəyir, oxumağa. Oy, nə yaxşı. Nə bilim, hansısa toyda görüb bəyənib sizi. Az yaxşı, yəqin toyda axıra qədər oturmuyor. Amma toyda axırda nə olur ki? Nə olmadı ki? Deməli, mən gördüm ki, heç kim muğam oxuyan yoxdur, yaxınlaşdım ben. Salam. Salam efendim. Həsrət, Bəli Teymur. təmiz dəsmalın var. Var Teymur. Ver görüm. Bir saniye. Buyur Teymur. Evet. Ay. Yaxşıdır, sağ ol. Vəcibinə. Bu qismət harda da uşaqlar? Aşağıdadır Teymur müəllim. Bu Atmol ticarət mərkəzinə kirayə obyekt götürməyə gəlibdilər, müştərilər gəlib, onlara xidmət edir. Bəli. Hə, yaxşı. Qismət yoxdur burada. Şənbə, şolu. Burada. Avtomobil. Hə, bu avtomobil hardadır görünmür? Hansı haftadır? Hə, avtomobil də həmişə avtobusda gəlib getmirdi. Bir dəfə də pul olmadı verməyə, avtobusun arxa qapısının düşdü qaçdı, konduktor düşdü dalınca. Hə, bildim Teymur müəllim, bildim. Hə, bax o avtomobili deyiləndə avtobusda da deyirəm, görmürəm axır vaxt. Teymur müəllim, o da avtomobil deyil. Hə, Avtomobil müəllimdir. niyə? Sən öyle başqa yerdə avtomobil deyərsən, adamın ağzından vurarlar.
həmin o avtandil bizim bu Afmol ticarət mərkəzindən kirayə obyekt götürəndən sonra avtobus azada minmir, Range Roverlə gəzir. Allah deyirəm, bax, avtobusda da görürəm bunu, patonu. Elə 3 ayın içində. Teymur müəllim, orada bir oğlan gəlib, deyir ki, sizin bacınız oğludur. Gəlsin. De gəlsin. Gəlin. Dayı salam dayı. Salam başladır, haber ne yok? Sağ ol, çok sağ ol. Anan ne ter? Sağ ol dayı. Vəziyyət yaxşıdır. Sağ ol, şükür Ne abi. acaba dayı niye de salınsan ha? Dayı sizə bir işim ki, mən yarım arkadan yer götürmüşdüm. Bankrota düşmüşəm. Biraz köməkliyiz abi. Böyle söz eşitmirsin sen. Vaxtında mən sənə də, anana da dedim ki, o yarmarkaya verdiğin pulun yarısının yarısın. Gətir ver mənə, Afmol ticarət mərkəzindən sənə yer verim. İndi də qaz vurup qazan doldurardım. Dayı neynəsinə bunu? Həqiqətən icazə verin, o ödünü dağıdım Teymur müəllim. Dayı. Öz yıxılan ağlamaz. Vay, Salam aleyküm Teymur müəllim. Salam, Afgandil bəy. Ne var ne yok, işler nətər? Yaxşılıqdır. Salamatçılıq. İcara haqqıya görə gəlmişəm Teymur müəllim. Ne problemi var ki? İcara haqqını biraz qalxızardınız. İşlər bizdə yaxşı gedir. Alver part deyil. Şəhərin mərkəzindəyik. Allah. İnandıra bilmirik ki, biz bu qədər arendaya oturmuşuq. Adam arasına çıxa bilmirik. Qardaş, elə şeyim olar. Burada kirayə haqqı qaldırılmır. Mən bunu eləyə bilmirəm. Müqaviləmiz var, söz danışmışıq. Olmadı daha biz elə danışmamışdıq. Bunu götürün, bu elə belə verirəm sizə. Bunu qoyun, hörmət eləyirəm sizə. Bax, kirayə haqqını qaldırmırıq. Ha, burada elə şey yox. Amma elə belə Qaldırsaz yaxşı olar. Yox, yox, pay kimi götürürəm, oldu. Nəzərə alın onu. Yaxşı, çox sağ ol. Gördün? 3 ayda öyle Afmol'da yer götürüb. Range Rover'da gəzir. Bu da pul olanda gedir ayrı yerə, bankrot olanda gəlir dayısının üstüne. Teymur müəllim, icazə verin, ödünü dağıdım. Pitli, bırak. Hə, Mamiyə salam de. Mən salam. Deyirəm, Salam. Salam Arzu Hoş xanım. geldiniz. Salam, salam. Həmişə Xoş siz gəldiniz. Sağ gələsiniz. olun, çox Buyurun. sağ olun. Belə işte. Salam aleyküm. Hoş geldiniz ay Həkimət biz gələk. Salam, salam. Doktor gəlir. Ne derse, ne var ne yok. Sağ ol. Hoş geldin. Gel otur, həmişə sən gələsən. Ay həkim, xəstəxanada nə var nə yox? Yaxşıdır, salamatçılıq. Həkimlərin necə dolarısınız? Xətrinizə də bilmirlər ki. Yox, belə bir narahatçılığım yoxdur. Sadəcə savadsızlıqdır. Ali savadları yoxdur. Yəni mən belə başa düşürəm ki, elə içərilərində ali savadçısı varsa mənim. Bura bax, sən haranı bitirmisən ki? Politexnikin maşın qayma fakültəsini. İkinci kursda biraz sıxışdırdılar düzdür məni. Can ahayla ikinci kursdan da qovdular getdim. Arzu, sən bilirsən də biz öz xəstəxanamızda yeniliklər eləmişik. Yenilik həkim yox. Mən deyim sizə bilin. Deməli bizdə xəstəxanamızda o Skorpomuş maşınları var idi. Akalar, 2 qapı balaca. Gözəl. Onun biz dalına prisep qoşurduq. O prisepi xəstəni uzandırdıq prisepin üstünə. Elə gətirirdilər elə xəstəxanaya. Biz indi o prisepi yığışdırmışıq. Bəs indi necə olacaq? Heç nə, elə xəstəni 2 qat qatlayırıq, qoyuruq maşının içərisinə, birbaşa gəlir xəstəxanaya. Nə yaxşı. İnanırsınız həkim, o prinsipə görə bütün gün ilişib qalırdıq probkalarda. Elə onu mən fikirləşmişdim. Canımız tutar. Həsrət, yaxşı yan olmuşdu. Keçən həftə sən haradaydın? Deməm, elə bir ki, mənim Qırğızstanda ulu babam rəhmətə getmişdi, ona görə gələ bilmədim. Nə olub baba? Deməm, mən elə bir ki, babamın babası çox xeyriyyətçi adam olub da, yəni ki, hamıya əl tutub, təmənnasız xeyriyyətçi adam olub da Qırğızstanda. Hətta o bir dəfə dənizdə çiməndə üzəndə, elə ki, suyun altına belə girib, onun bir dənə xasiyyəti var, dəmsə belə girir. Girində əlinə nəsə dəyib. Götürüb çıxıb suyun üstə görüb butulka.
Putukan belə eləyib, Putukandan cin çıxıb. Gör nə qədər xeyriyyətçi adamdır ki, cin buna deyib ki, nə istəyirsən, sən mənə azadlıq verdin, nə istəyirsən dilə məndən də mən eləyəcəm. Bu da qayıb deyib, heç nə, uzun ömür can sağlıq. Hə, sənə teminəm, 265 yaşında ulu babam eləyib ki, indi acından öldü. Mənim öz babam Qırğızstanda yox, burada. Dənizdə çimdiyi yerdə, özü də bilgədə, adamın ağılına gəlməz. Dənizdə çimdiyi yerdə 2 dənə butulka tapıbdı. Aha. Aparıb ikisini zdavat edib özünə siqaret aldı da. Ondan sonra sevgətdə də butulka taparlar. Salam aleyküm, xoş geldiniz. Salam aleyküm. Necəsiz? Sağ olun, siz necəsiniz? Sağ olun, işlər düzlər. Sağ ol, aleyküm. Neyinirsiniz, nətərsiniz? Çox sağ ol. Teymur müəllim, mən son vaxtlar sizə fikir verirəm. Siz çox intellektual adamsınız. Bu nədən şur, hə? Valih müəllim, aramızda xətir və hörmət var, ağzının danışığın bilə. Allah eləməsin, mən intellektual adam olam. Mənim sən yaşda oğlum var, təhqirə keçmə xahiş edir. İntellektual. Valih müəllim, mən üzr istəyirəm. Belə, üzr istəyirəm, intellektual fason deyil ha. Tamam, hər şeydə bir şeir yazmışam. Halal nimətlə əlaqələndirmək istəmişəm, bir məqalədir, deyirdim, onu oxuyardım, bir məsləhətləşərdim sizlə. Oxu, mən gəlim sən yanıma, sən oxuyayım. Oxu görək nə yazırsan. Qardaş yana deyirəm ha. Deyirəm bəlkə bu söhbətdən də qanarar varsa, mən şeiri daha ürəklə və daha simmetrik oxuyardım. Qanarar söhbətidir. Qardaş, sən biz istədiyimizi ver, sən istədiyindən artığını verəcəyik. Nə istəyirsən? Mən şey xal deyirsən, yox. Halal nemətdə kəsilir siveji, dana, quzu. Aha. Ədviyyatları boldur, stiyotu, duzu. Aha. Kalpasaları süfrəyə verir ruzu. Aha. Qalar ikidə buynuzu. Bir dəqiqə. Hadi. Bircə dəqiqə. Bu iki buynuzu söhbətinə görə al bir 20 manatı. Gedib öz vaxt xaşalarsan. Bu şeirdə gedib uşaqlarına danışarsan. Bildin? Nə intellektual danışırsan, hər kişiylə. İntellektual. Teymur müəllim, biz Halal Nemət Minbərçə şirkəti olaraq belə qərara gəldik ki, bizim şirkətdə olan bütün kalbasaları, saçmaları İnşallah elə qızımın toyu Allah mübarək Allah eləsin. qoysa. Hə. Deməli elə mən də belə fikirləşdim, evdə də oturdum belə məsləhətləşdik ki, elə məsləhətçisi odur ki, sizin trionu bu toyu elə bir aparmağa Problem yox, problem yox. bax belə. Amma bir dənə sizdən bir xahişim olacaq. Buyurun. Yəni muğama zada girişməyin. Muğam oxumayın. Niyə? Muğamdan xoşunuz gəlmir? Yox, xoşum gəlir. Sadəcə orada muğam xridarları olacaq. Məsələn, Alim Qasımov olacaq, Arif Babayev olacaq, Xan Abdullayev olacaq. Hə, bir dənə xahişim var, Yəni klassik mahnı zad da oxumayın. Niyə? Çünki onun da oxuyanı olacaq orada. Mən Teymur Əmrah var orada, Flora Kərimova var orada. Yəni elə oxumayın da bunları da. Hə. Rüyayla Aydın Kazımova gəlsə, biz heç esrarla da oxumayacaq. Üzr istəyirəm. Üzr istəyirəm. Mən klon paltarızda deyim, orada şişə deyəm dönəm ha. Yəni o səfər toyda oxuyanlar çox oldu, mənə giyindirlər klon paltar. Mən eləməyəcəm mənə. Yox, elə olmaz. Tahirə kim? Bəli. Bu deyəsən sizin birinci xeyir işinizdə, hə? Yox, birinci deyil, üçüncü xeyir işimizdir. Sizin 3 dənə uşağınız var. Yox. Sadəcə elə bir ki, qızım 2 dəfə gedib qayıdıb. Hə, bu 3-cü dəfədir. Oğlanla da elə danışmışıq, razılaşdırmışıq. İnşallah yaxşı olmalıdır. Yaxşı olmalıdır. Eləmi? Bu dəfə hə, deyib yaxşı olmalıdır. Doktor, oğlan kimlərdəndir? Hə, oğlanın atası samballı kişidir, özü imkanlı adamdır. Hə. Olsun. Anası da yaxşı imkanlı adamdır. Olsun. Amma oğlan özü alçaqdır. Tərtər sınır. Yox, qız basketbolçudur, yəni belə hündürdür bu, amma oğlan alçaqdır. Yəni belə nə fərqi var? Xoşbəxt olsunlar. Əsas odur ki, xoşbəxt olsunlar. Əlbəttə. Doktor, bir şey soruşum sizdən. Buyurun. Sizin toyda içki olacaqmı? Bəli, nə fərq. Olacaq. Yolda mənə çıxın, mən içki olan məclisə getmirəm. İçirlər, ağızlarına gələn danışırlar.
piyal olurlar. Sonra gelirler qabağında deyəndə. O gün bir də bu, patsan. Patsan. Yarım qırmızı köynək əlində. Yaşın da benim burada şahıdım. Ben de okuyuram, kızmışam. Toyun belə zil bir moment dedim, qalxmışam zilə. Neyləsə, götür starisi saati vur mən təpəmə. Hara danışım. Atası orada, dayısı burada. Əmisi burada, xalaları da diyanı başım üstündə. Bu harasıdır? O gün götürür. Toy danışır. Ne tər götürür, silkə babın üzəri, mən tutmuşam. Təpəmə. Senle ziyankarsan. Gel ziyan vurursun. Ne bak sen adam olasın sen. Ne bak sen. Hadi eline bunu. Ne bak adam olasın. Sen olasın sana değdi. Teymur müəllim. Öldüm ben. Ay Teymur müəllim. Ne olacak? Hep o imkan verim. Bir dakika saçtır Ne olacak? Teymur müəllim. İmkan verim. Bu herkes canlı Bir dakika. Bundan ye saçtır. Saçtır. Hadi sen saçtır. Ye saçtır. Ne gülgül Teymur müəllim. Ben canlıyı bozma. Bu iki yer. Ne olacak bize? Niye onu? Ne olub konkret deyil? Ne olacak? Dünən siz getirin saskıdan bir damcı burada saklamışım ki bir nabette yiyem. Bize gelip hamısı tasım Teymur müəllim. Ye o bir saskı görsə başıma dəymez axı. Ben size ne kadar adama diyeyim? Bu da bizim yəni sizə hədiyyəmiz. Nə qədər istəyirsiniz yiyin. Heç yok. Yok o bir şey ağzını tülk diyecek bir adam bunları vurmasın. Bugün ne var? Nəfsi toq adamsan, qat Teymur müəllim. Bu. Benim kömüründe bir damcı. Burada göre ne var neymiş? Bu. Yaxşı Teymur müəllim. Daha saçdaşdınız Teymur müəllim. Hər şey normaldır. Hə, sağ ol, çox sağ ol. Все, yaxşı onda mən gedim, sağ olun. Valih mənim, xahiş edirəm bir dəqiqə. Elə yaxşı danışdı. Bu mənim oğlum Cahandar, Allah sizinkilərlə belə salamat eləsin. Neçə illərdir İngiltərədədir. İndi güzbələ ilə qayıdıb gəlib. Mən də atayam, mən də övlad toy görmək istəyirəm. İstəyirəm Cahandara toy eləyəm. Vay, təbrik edirəm, Allah xeyir olsun. Nə vaxt bu toy? Çox sağ ol. Toy saat 6-da, düz 2 saatdan sonra. Get evə elə, nəmərini götür, qayıt gəl. Bilirsən, sənin canın üçü elə bax bu toy söhbəti ağlıma gələndə birinci dəvətnaməni sənin adına yazmışam. Valih müəllim, bax bu da Teymur müəllim, buyur. Subayların üçün olsun. Sağ olun, bir də təbrik edirəm. Sağ ol, çox sağ ol. Sağ olun. Hə. Valih müəllimi yola sağlık. Bir başa düşməm, Teymur müəllim. Başa düşmədim. Bizi niyə dəvət eləmişsən? Bizə niyə xəbər eləmişsən? Yazıram da dəvətnamələri indi gətirmişəm. Hamınızın kim verəcəm? Bax burada da hamısı. Salam. Teymur müəllim, eşitdim oğlunuz Cahandara toy edirsiniz. Hə, sağ ol. Təbrik edirəm. Subayların üçün olsun, sağ ol. Teymur müəllim, bəs bizə niyə dəvətnamə verməmisiniz? Eşə bilirsən, sən həm mənim işçimsən, həm qızın əvəzsən, həm də yaxın adamımsın. Ona görə ala bax, bu sənə qızım adına dəvətnamə. Bu sənə işçim adına dəvətnamə. Bu da Esya adına dəvətnamə. Düz 3 dənə. Amma hər dəvətnamənin öz nəməri var. Ha, elə belə deyir. Çatırdan burada ya. İsmət oğlum, qardaşım, dostum, atam, işçim, yoldaşım, redaktorum. Buyur, bu 6 dəvətnamədə sənə. Hadi. Teymur müəllim, mənim yazsın var. Mən öz adımdan gələ biləcəm, dadan gəlir. Onda da bax, bu bir dənə dəvətnamə sənə. Bir dənə belə yox, belə bəs. Senin mənfəs mənə dəvətnamə vermişsiniz. Həsən, sənə dəvətnamə düşmür. Sənə zəng eləyib çağıraram. Ay uşaqlar, sizə bir məsləhət edeyim. Görən mən oğlum Cahandara dəvətnamə verməliyəm. Teymur müəllim, Cahandarın öz toyudu, öz dordu olmalının nə dəvətnamə? Amma düz yeşidik, anasına, qardaşına vermişəm də bir evdən hamıya dəvətnamə verməyəcəm ki. Amma bir söhbət də var. Bu toya heç kəs nəmər salmasın. Ayıb olur. Ayıbdır. Niyə axı? Onsuz da sizin 6 aylıq maaşınızdan tutub bu toy eləyirəm, değil mi? Allah. Sizdə Teymur, cama 6 ay nə yeyəcək? Cama. Doktor, Bəli. danışın üzr istəyirəm. Buyurun. Bu bizdən başqa toyda yenə müğənni olacaq, yox. Hə, olacaq. Kimlər də olar? Bax,
Nazim Elaris, Əlimir Əliyev, Səməd Səmədov, Röya Almaz Ələskərli, Aygün Natal Həbibi, yəni bax bunlar olacaqlar. Toydan qan gəlir, mən oraya Bir getmiş. də mən yaxşı yadıma düşdü. Sizinlə bir şey məsləhətləşmək istəyirdim. Mən məsləhətinizə ehtiyacım var. Buyuruz. Bu Əlkram Bayramov nətər müğənni? Gözəl. Belə də bax toyda ağzını açıb danışmayan. Gəlinlə bəyi təbrik eləməyən, sağlıq deməyən, eləcə fonoqramla mahnısını oxuyub gedə əla. Ondan yaxşı müğənni yox. Gözəldir. Oy. Tahir müəllim. Tahir müəllim üzr istəyirəm. Mənə zəng gəldi. Çox üzr istəyirəm. Alo, Ceyrandır. Kimdir? Bəli, bəli. Müğənni Ceyrandır. Çox sağ ol canım, sağ ol. Əlbəttə bacarırıq. Onu da bacarırıq. Bəli, biz hər şey bacarırıq. Oldu. Öpürəm, sağ ol. Bəs yaz, tez elə. Sabah Nikçatın toyunda Amerikana deyəcəyik. Məşq eləyərik də. Yəni, sabah mən intiqam günün toyunda aş gətirməliyəm. Tufatanlarımı tülə. Bir dəqiqə dayan soruşum. Həkim, pişik Günel deyə deyir ki, dodaqlarımı silikon elətdirmək istəyirəm. Pişik. Yox, mümkün deyil. Niyə? Əşinətər yəni niyə? Çünki silikonun üstünə silikon qoymaq olmur, yapışmır da. Sən dodaqların silikondur ki. Belə deyil. Belədir, belədir. Bala, bax, ala 4 dənə dəvətnamədir. Birini verərsən Esiyaya, bunu həsrətə, bunu qismətə, bunu da talihə. Bildin? Ata, bunların hamısına bayaq verdin, dəvətnaməni? Bala, sən də öz adından ver də, səndən nə gedirik? 40 ildir cəmatın xeyrinə, şərinə gedirəm. Bunun hərəsinin qapısına 50 dəfə iş dalınca getmişəm, məndə sən nə danışırsın? Tevrim müəllim, Allah xoşbəxt eləsin, amma burada 758 dənə dəvətnamə var. Üzrü hesab elə mənim ayağım ağrır, gələ bilməyəcəm. Bax, saxlayın bir dəqiqə. Mən bir dənə gələ biləcəm, bir məhəbbət adından, bir də bax burada hörmətli. Onu götürməm, dəyəm. Bax bir də bax buradakı hörmətli adından gələ biləcəm. Qalan bax, xahiş edirəm, 756 dənəsini götürüm. Mənim vaxtım yox, məndə ayağım ağrır. Nə oldu, Tay? Təbrik edirəm. Oldu, sağ olun. Aparıb hamısını çatdırarsan sahiblərinə. Teymur müəllim, Şadlıq sarayını danışıbsınız da. Yanımızda bir şadlıq sarayı var, elə orada eləyəcəm. Yer var orada, birdən yer olmaz. Yer problem deyil. Onsuz da 2 ayda onlar ağız günə yatırlar orada, iş yox, güc yox. Orada cəmaat zəhərlənmişdi salatdan. Ona görə toyzad eləyən yoxdur, elə məsləhətdə orada eləyəm. Bəs biz zəhərlənməliyik. Korsan, verməmişəm sənə dəvətnamə. Aşağısından yazdırmışam ki, toya gələnlər hələ sözü ilə bir banka qatıq gətirsinlər. Yox, bir avra qədər mənim ağrım kəsilən olur, orada qeyidirəm. Teymur, yeməyə nə olacaq? Yemək belə bol-habol deyir orada. Bax, sulu yemək rolton, ət yeməyi qarın qutabı, düz 3 cürdə salat. Bax, pomidor, xiyar, göyərti, pomidor, xiyar, bir də eləcə xiyar. Allah! Yaxşı, meyvələrdən satsan. Meyvələr də bilirsən nəsə, bax, deməli, böğürtgən, quş armudu, bir də yabanı moruq. Yaxşı yazmışam, yolda yerin görmüşəm, yabanı moruq. Gedəndə yazmasan yığar moruq. Yaxşı, Teymur, içməyə nə var? İçmək də belə kevlisdən bolabı oldu. Deməli, krantın suyu fruklu sutla gəlir o şablıq evində. Ağzını dilə nə qədər içirsən içlə, bəsli deyil. Bu Kərbə məsələsinə təlasın. Kərbə nədir? Pul. Belə danışırıq da, deməli, yerə ki nə pul səpələndi, hamısı sizin, halal xoşunuz, götürün. Yox qadan alım. Keçən dəfə biz toy şabaşa danışdıq. Düzdürmü? Bəylə gəlin durdular, oynadılar. Bunlar oynayanda cəmaət da pulu bunların başına sel kimi səpələdilər. Bu bəylə gəlin oynadılar, qutardılar, gəldilər, əldilər, utanmaz. O şabaşın hamısını yerdən belə yığdılar, getdilər, oturdularca yerlərində. Təpəmizdən tüstü çıxdı. Çıxdı düzdür. Elə bu moment
aş gətirən nəyə belə nətər sürüşdüsə, o aş oddu töküldü təpəmizə. İnanırsan, o bəylə gəlinin şampanından gücün bizi söndürdülər. Sönmüş, yanıb tökülmüş. Onda gəlin belə eləyək də, gəlin mən sizə beh verim. Deməli, mən sizə 160 manat beh verirəm. Yəni, elə bir ki, halal xoşunuz, qalanında elə bir ki, sonra da danışarım. Dədə! Bəli. Albom matı. Niyə? Bunu behdə hesab eləmə, biz elə bütün toyu 150 manata başa vuracaq. Doğru. Allah bərəkət versin. Yasifdə. Hə, bəs toy haçan olacaq? Ayın neçəsidir? Deməli, toy inşallah ayın 24-üdür. 24-dür. 24'ü yani bir dakika kalendara bak. Bak 24'dür. 24. Baxın sonra beh alınır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 boşluq. 14, 15, 16, 17, 18, 19, 20 boşluq. Ayın 24'ü Gəncədə Elnur bəy toyundu ya. Fıskırıq toyundur. Toy, bəs mənim işim... Şimdi beh almışıq da. Nə qədər beh almışıq? 100 manat beh veriblər. Yox, gəlin belə eləyək. Mən o 100 manatın üstünə 300 manat da qoyuram əlavə. Yəni ki, mənim işim birincidir də, yəni bax, ala, bax. Bax, ala. Yəni mənim... Tahir müəllim, problem yoxdur. Bu dəqiqə həll eləyək. Həll eləyin, yəni mənim işim qalmasın da yarın çox. Alo, Elnur, mənəm Ceyrandır, müğənni Ceyran. Qulaq as mənə, atam xəstəxanadadır. Həkim deyib ki, ayın 24-də öləcəyəm. Atam öləcək. Yox, mən gələ bilməyəcəm, ümumiyyətlə bizi sil. Daşığına fikir ver, hə? Xahiş elədim, problem olmadı. Dəqiq. 24'ü boşuq, bəli. Yaxşı, onda tay mən sizə arxayam. İndi ölüm itim olmasaydı oradaydı. Allah qoysanmaz, 24'ü bizdəyik. Yəni başqa söhbət olmaz. Bir də git. Alo. Alo. Salam. Bəli. 24'ü? Hay? Mənim gözümüzdə. Mənim gözümüz. Oldu. Nə 24'ü? Danışmadı bəs. 24'ü... O da 20'nin sənə dəxli var. Bu yas məclisidir. Sənə gelip palatlarını quracağım. Akşam bir gelip söküleceğim. Yastır. Yəni mənim işimdə problem olmaz. Yox, lazım olsa bir kere qəside oxuyacağım. Yox, ana şıxeyir nəşən. Qardaşdır, qardaş. Baxın da, baxın. Yəni... Qırıldıyız. Bax, Aygün xanım o qədər popülyar ki, Aygün xanım Kazımova bizə zəng eləyir. Alo, bəli Aygün xanım, eşidirəm. Aygün Kazımova kimdir? Mənəm, oğlum Talih. Mama, səndə Aygün Kazımovanın nömrəsi yoxdur. Sən nətər müğənnisən səndə onun? Yox, oldu. Teymur müəllim, mənə deyək ki, mən hələ o səviyyə qalxmamışım, onun nömrəsi məndə yoxdur. Qazanam, Aygün Kazımovanın nömrəsi yoxdur. Nə də onun adına bir korobka dəvətnamə yazmışım. Mən bəs onları neyliyim, mən nətər çatdırım? Teymur müəllim, siz bu maşın demişdiniz, bir dənə var, 10 minə qəşət çeşkadı uşaqlar. Mənəcə çeşkiyə 15 min də vermərəm, bilirsən nə var? Niyə? Da səndə 10 minə var da, mən nəyə görə 15 min verməliyəm? Ay şahlar, Allah eləsin bu toydan mən bir 10 min manat yığa bilim. Damcı 10 min yıxsam bir dənə keşke alıram. 20 min yıxsam 2 dənə keşke alıram. 30 min olsa Eldarın borcunu bağlayıram, gelir. Amma Allah eləsin 20 min olsun, elə 2 dənə keşke alıb Eldarın da borcunu qaytarmayayım. Nətər olar? Baktı. Gedək, çağırırlar, sandım burada. Şanlar, dış kabağa görün, baş üstüne alıyorlar. Bu toydan gələn pulun 70%-i mənimdir. Başa düşə bilmədik. O niyə elə olur ki? Ona görə elə olur ki, o toyu mənim qızım tutub.
Senin kızındı, benim de gelinim. Ben görmeyeyim, ben hayırdır. Ayıp yoktur bu Ne bakşısan, neter olur ki? O toyun 70%'ın pulu senin, o neter olur. Heç olmasa sen danışma. Ne şey? Dünənki toyun pulunun 95%'ni götürürsen 3%'ni içimizde alırsın. Belasının ne saçın yolu. Gel lan beni. Ay mama. Mama! An nə deyil? Bir gözlüyün Tahir müəllim getsin, ondan sonra bölərsiniz də. Allahsız həkimə. Sen Allah bağışla doktorun saç meselesi. Bəs, Dayan bircə dəqiqə. Bircə dəqiqə əlini saxla, qadan alım. Doktor, əlini bas, bax bu bərəkətə, bu da bərəkətdir də. Deyinən bu qət kimi gözlərim ağarsın, əgər mən sizinlə bu toy haqqı hesabında məzələnsəm. Birinci, bərəkətə and içməzlər. Günahdır. Niyə? İkinci də ki, mən mərfətli adamam, məni cəmaət tanıyır. Mən Bilirsən, həkim, sən bizi düzgün başa düş. Bax, önləri səndən yaxşı olmasın. Belə bir geyimli, kecimli, qara kostyumda, qırmızı qalsuqda bir dənə oğlan girdi içəri. Dedi ki, bəs toy danışmağa gəlmişəm. Gəldi belə çörəyimizdən yedi, çayımızdan içdi. Durdu dedi ki, vallahi acından ölürdüm, elə toy adına gəldim, yedim, içdim, indi gedirəm. Bax, başımıza bu iş gəlir. yox, indi pulunuzu da vermişəm də, nə istəyirsiniz də? Yaxşı. Mən deyirəm ki, deyirsiniz, inanaq, biz də inanırıq. Mən inanıram ki, bu da toplumda vermişsiniz, əlimizdən almayacaqsınız. Yox, Allah xoşbəxt verəsin. Yarıyanlar. Deyir, ürəkdən gələndə kəlamın sözü, ürək ağlam, sonra görək. De gəlsinlər, de. Mübarəkdir. Yaxşı, sağ olun. Sağ ol, sağ ol. Sağ olun, Allah xoşbəxt Bir eləsin. dəqiqə. Allah Allah versin. Sağ ol. Allah xoşbəxt eləsin. Allah mehriban etsin. Balalarınızdan görəsiniz. Balalarınızdan Allah görəsiniz. həmə evlərinizdə belə xeyir, bərəkət, xoşbəxtçilik, nə belə yaxşı şeylər. Mən inanıram ki, bu evin bünövrəsi də möhkəm olacaq. Allah Onlar mehriban bir ailə quracaqlar. Və bünövrə palçıq şəklində olmayacaq. O beton şəklində daim öz əksini ailənin şəklində. Geçək sən, mən sənə saqqal bilmişəm soymadı. Bırak! Orada buna başıma sonlar attılar. Hamısını tutmuşam. Gedərəm sınar ki yolda. Gedərəm sınar ki. Sen diyordur. Oğlan işit kız kaşak. Havı dersin ürəkdən. Vay toy mübarək, oğlan toy mübarək. Vay toy mübarək, oğlan toy mübarək. Bəyət az gəlsin, bəyət az gəlsin. Alqışlar gəlsin, bəyət az gəlsin. Gözünüz aydın olsun. Sağ olun. Oğlu qız olasınız. Və rəhmətçilik. Və mən sizə ben gəlir. Vay toy mübarək, oğlan toy mübarək. Şişede bu, şişede bu, yarı da var, şişede bu, şişede bu. Ne ümit yerim var, ne güven yerim var. Həysə. Adamın ağrına yani. Şimdi yerde 2 tane butulka tap. Aha. Denizde özü büzgədə ha. Yatsan adam qısına gitmez. Şimdi yerde 2 tane butulka tap. Ne putulkasıymış o? Şampan. Yani o sefer toyda okuyanlar çok oldu, ben giyindirdiler klon patladı. Yok. Ben demeyeceğim öyle şey. Yox, elə şey olmaz. Yaşlı var. Kız mı o mu? Ona ona balaca. Hə, o çörəyin yersən. Ama ne diyeyim? Hoşmet değiller. Var. Dur baba bu tepe. Burada yeri kalan. Ha, o kadar bir yerde. Bak yine. Üçümün iyinden, başımın iyinden. Ne terbiyeli? Var. Sən dodaqların silikondur ki. Böyle de iyi. Bir baba belədir. Hazır mısın? Böyle sırt tut saçın yolmayasan, sen terbiyene kadar ben söz.
Ay ne terim bunu. Heç olmasa sən danışma, la sən danışma. Ha burada qarışdım. Ben bana diye Gülmem. Əlini bas bu bərəkətə, bu da bərəkətdir də. Deyinəm bu qənd kimi gözlərimi ağarsın. Sen diye gelin. Gemre, stop buradan. Bu hayatta qohum olduq biz bir zaman. Bizi qohum eyləyənə canımızda qurban. Yaşayırıq ömrümüzü şən firavan. Biz mehriban bacanaqlarıq. Yeri gəlsə dostluq həm də yoldaşıq biz. Dar məqamda etibarlı sirdaşıq biz. Sanki hamı sana doğma əziz qardaşıq biz. Biz mehriban bacanaqlarıq. Var ol ay bacanaq. Nə yaxşı ki belə bacanağın oldu mənim. Hər bir işimizdə bir-birinə dayağıq. Bir yerdə olanda unudulur həyatın acıları, dərdi qəmi. Bir gördüyümüz hər işimiz, söhbətimiz, hər sözümüz mehriban baş.